kişinin ruzusu qadından asılıdır. Hansı ki kişi qazana bilmir, onun günahı qadınındadır. Bunu məsuliyyətlə deyirəm. İnciməsinlər məndən. Qadın enerji verməlidir ki, kişi o enerjini gedib pula çevirib, gətirib gene qadına verməlidir. Qadın o enerjini vermirsə, kişi heç vaxt qazana bilməz. Heç vaxt. Bu fikirlərin cəmiyyət üçün ən böyük təhlükələrdən biri ondan ibarətdir ki, biz düşünürük ki, bir insan başqa insanın gəlirlərinin artmasına birbaşa məsuliyyət daşıyır. Yəni bu doqmalar süni şəkildə əlavə olaraq qadınlarda günahkarlıq hissini formalaşdırırlar. Amma halbuki reallıq çox fərqlidir. Reallıq bizə onu göstərir ki, bir insanın genderindən, cinsindən asılı olmayaraq gəlirlərin qazanması, ruzi bərəkətinin artması, onun bilik bacarıqlarını monetizasiya etmək bacarığı, risk götürmək bacarığı, qərar vermə, problem həll etmək, daha böyük bir məsuliyyət götürmək bacarığı ilə bağlıdır. Özü bir qərar verir, konkret məqsəd qoyur, bununla bağlı konkret məqsəd yönlü hərəkətlər edir, bununla da bağlı öz gəlirlərinin artmasına görə məsuliyyət daşıyır. Yəni hər bir şəxs öz qazandığı məvaciblərə görə, qonorarlara görə, gəlirlərə görə məsuliyyəti ancaq özü daşıyır. Təbii ki, evdəki abu-hava, ümumi olaraq həmin o psixoloji mühit bizim sağlamlığımıza, bizim psixikamıza təsir göstərir. Amma bu özü belə həmin toksik mühitdə qalmağımız, buna hə deməyimiz, bununla razılaşmağımız, bu bizim öz seçimimizdən bağlıdır ki, harada ki həmin seçimlə biz bunu təsdiq edirik ki, mən razıyam bu mühitlə, mən razıyam bu mühitdə olmağı və əgər bu mənim necəsə gəlirlərimin artmasına mane olursa, demək ki, bu seçimi yenə də mən özüm etmişəm. Sağlam egosu olan bir şəxs, yetkin olan bir şəxs heç vaxt öz maddi durumuna görə başqalarını günahlandırmır. O nə valideynlərini günahlandıracaq, nə partnyorunu günahlandıracaq, nə övladlarını günahlandıracaq. O hər zaman bu reallığa adaptasiya etməklə bağlı özünə bu sualı verir. Mən nə edə bilərəm ki, gəlirlərimi artırım? Və məhz buna görə əziz və dəyərli xanımlar, siz mediada tez-tez bu kimi çıxışları dinləyərək qətiyyən bu fikirlərə kör-körənə inanmayın, bu fikirləri sorğulamağı bacarın. Kişilərin pul qazanmamasını, qazana bilməməsini, bunu qadınların üstünə atmaq ən böyük illüziyalardan biridir. Və hətta reallığın özündə də belə heç bir xanımı olmayan bəylər, onlar özləri də kifayət qədər yüksək məbləğlərə də çata bilirlər. Çünki yüksək məbləğlərə çatmaq üçün həmin bəylər böyük risklər götürüblər, lazımi qərarlar veriblər, böyük bir insanlar üçün problemləri həll edə biliblər və davamlı şəkildə bunun üzərində çalışıblar.